Salam əleykum. Necəsiz gözəl ellərim? Sizinlə tanış olmaq olar. Yəni mən tanış olaq jurnalın təsisçisiyəm də, şairiyəm də. Xoşum gəldi. Sizi gördüm burada. Xoş ovqat oldum. Babam yadıma düşdü. Çox sağ ol. Adınızı, soyadınızı deyərdiniz. Hamidov Rafiq İsmail. Çox gözəl. Burada istirahət edirsiniz. Pensiyaya çıxmısınız da. Pensiyada varıq, nə edəyək? Çox gözəl. Nə işləmişdiniz əvvəllər? Axır vaxtları ustalıq eləmişəm sənətkar. Özüm patent bir sanayi mülki çıxıntını ustamışam PQS. Aa, nə gözəl. İşləmişdiniz? Pensiyası nə iş olacaq? Yox, əvvəl işləmişdiniz. Yaxşı. Haralarda işləmişdiniz? Mən PMK 94-də işləmişəm, təmin çıxıntıda işləmişəm, kimya birliyində, Dövlət işlərində. kollecdə, bəli. Çox gözəl, çox gözəl. Siz özünüzü təqdim edərsiniz? Ben Halil Ramiz Halil. Çox gözəl. 54. təvəllüd. Allah ömür versin. Ancaq qalxdan da biləm, Milisudan aldım. İlsudan, Buca məhəllədən olarsa birdən. Elə qalxlar yerindən. Sizsiz. Anam oradan. Bəs mənim anam İlsuludur, Buca məhəllə. İmam Əliyevlərdən. Valla mən bizim qonşu Ağbulağın böyrü. Çox gözəl. Bir də Əfəndiyevlər var. Ağbulaq yuxarı. Ocaqlar. Efendiyevler indi orada yok. Yox. Yox, bilirəm, orada iki cür Əfəndiyev ola bilsin ki, var da, yoxdur. Bir cürdür Əfəndiyev. orada var. Ocaq Əfəndiyevlər. Bir Mən bilmirəm də valla mən. Efendiyevler olubdur. Onların da o vaxt 41-45 Balakanda. Zaktala Balakan. Varı da Zaktaladadır, İlhan müəllim. İlhan Faiq müəllim. Ha, indi biz bəs Marsan məktəbinin təməlini qoyan Rauf müəllim, Abdullah müəllim. Anamdan bir oğul, dayı oğullardı. Abdullah müəllim, Rauf müəllim. Bəs onlar mənim dayılarım da axı. Bəşli qarın, Ali qarın necə tanımadın ki? Necə sən Tanıya bilərəm, qoy çəkiliş eləyim sonra tanıyım. olarsan, dayılarsa sen bizi niye Niyə tanıdın? tanımadın Ayşə? Bu günah məndə mi görəsən? Yox, bizi tanış eləməyəndə. Məni tanış eləməyən ağsaqqallardadır günah. Ancaq mən görürsünüz, qan çəkdi, can çəkdi, ellər. Onda sen kıtalardan oluyorsan, imamlardan olmuyorsan. Niyə ki, babam, gəlirəm, gəlirəm. Dayın Rauf müəllim gel olanda dayı. Bəkirin də dayısıdır da. Bəli, bəli, Bəkirdə. Mən anamın da Xədicə müəllimənin. Rafail var, Bəkir İndi var. Bəli, Rafael dayının indi 52-si çıxdı, Qara bayramı çıxdı. Siz imamlardan olmuyorsunuz. Hı. Niyə ki Bizim biz? ana tərəf imamlardan oluyor, ata tərəf kıtalardan. Qıtalardan. Yox, mənim atam əslində Çüdürlüdür. Mən qız Xədicə müəllimə İlsuludur, doğulub orada. Xədicə müəllimə hansı? Anamdır, anam. Kamal müəllimin, Kamal dayının Bəşir müəllimin bayısı əzizəm o Xədicələr çox. Yox, Bəkir müəllimin bacısı, Rauf müəllimin bacısı. Rauf dayının, Abla dayının xıdılıdır. Bacısı Rabiyyətin qızı. Çüdürlüdə kimdir əsası? Hüseyn Əli həkim var idi Çüdürdə. Kim Hüseyn Əli? Hə, bəli. Lava yaxşı tanıyıram Hüseyn Əli. Ferşil idiyəsən, səhv eləmirəm. Bəli, Ferşel adı idi elə belə. Ancaq iki məntəqə müdürü idi. Özdə heç Bakıdan, Gürcistandan xəstələr qalxdığında gedən var. Belə dinlər, lava yaxşı. Ola bilər. Siz qalxın tarixinizdə yaşa biləcəksiniz. Yox, mən o qədər. Necə yox? Çünki mən oğurlanan o deyirəm ki, mən Qarabağam, Qarabağda mənəm. Sən necə Qarabağ? Çünki mən də talan olmuş bir insanam da. Vaxtilə məni oğurladılar. Ha xanım. Məhv oldum. Hacı Bəli. Hüseyn Əlinin oğludur da, Hacı oğlunun adı. Hacı, bəli. Hacı. Mübariz var, Hacı var, Qafar var, Cəfər var. Siz özünüzü təqdim eləyin, sonra söhbət eləyərik. Geniş söhbət. Bəli. 51-ci ildən. Çox gözəl. Özüm işləmişəm 21 il pazarında. Bunu 19 il növbə eləmişəm. Bir ilini yanğın söndürəm. Sonra düşünəm, Heydər Parkında işləmişəm 15 il. İndi də baxı yanına sönənə. Pensiyada gəlib burada körgüb oturuyor. Nə gözəldir. Allah 100 il ömür versin hamınıza. Siz də dediniz özünüzü, adınızı, soyadınızı. Dediniz, hə. Yaxşı, çox gözəl. Siz sənətinizi demədiniz ancaq. Necə mənim sənətim nə olmalıydı ki? Bilmirəm nə olubdu. Nə bilim mən o qədər qalayçılıqdan başlamışam. Hə, çox gözəl. Universal. Universal. Sənətkarsınız. Hazını bir qalayçılıq elədik. Çox maraqlı oldu həqiqətən də. Görü hara gəldik, çıxdıq. Təsadüfdür. Bax, elə bilirlər mən çəkiliş eləyəndə zaten çəkəcəm. Mən yox, hayır. Sən adınızı O demirsiniz? da bax sənin qulağa. Maraqlıdır. Nəvələriniz soruşsa bir vaxt kötücələriniz olacaq. Bəli. Var, nəvələrimdə var. Ay sağ ol. Rəsmdən Kötücələriniz də olmaq qismət olsun. var. Videoya baxanda xatırlasın da sizi. Adınızı, soyadınızı deyin. Adım Rəsul Kiradov, Məmmədoğlu. Sənin qonşudur bu. Gəlirəm yavaş-yavaş. Hə, işləmisiniz əvvəl hardasa? Hə. Harda işləmisiniz? Rayfoda. Raypoda. Nə işləyirdiniz? Bəhrə.
Allah can sağlığı versin bütün fəhlələrə. Əllərindən öpürəm fəhlə qardaşlarımızın. O da basanın qonşu, quşlarda. İndi sizə gələk. Salam əleykum. Selamünaleyküm. Adınız, soyadınız. Racof İmran Müzəffərov. Konforda Gidi. bağban işləmişəm. Bağban işləmişəm. Çox gözəl. Pensiyadayım, oturuyorum. Hə, lap yaxşı. Allah ömür versin. Allah sizin hamınıza can sağlığı, uzun ömür versin. Salam əleykum bizim. Buyurun. Seyid Əli Foruç İbrahimov. Çox gözəl. Neçə yaşınız var? 68. Hə, lap yaxşı. Allah ömür versin. Harda çalışmısınız? Məktəbdə gözəlçi. Lap yaxşı, lap yaxşı. Xoşbəxt olun. İndi pensiya çıxmışam. Allah ömür versin, sağlam ömür. Siz atam? Salahov Ahmet. Qaşqaçaylıyam əslində. Bizim burada Mahmud 5-ci ildə Bəli. sürücü işləmişəm həmişə. Həmişə sürücü işləmişəm. Yollarınız həmişə açıq olsun. Sağ ol, var ol. Sürücü qardaşlarımız, səfərləriniz uğurlu olsun. Amin, amin. Amin inşallah. Ananız İlsudandır. Uca məhlədən anam. Ananız. Bəs atanız qalxın özündən. Yox, atamın anası Qabuluşandandır. Atam, babam deyək Muğaldır, Calayırdan. Ha, Calayırdan. Sizin qalxlısınız. Mən qalxıyam. Qalxmaqalıyam. Qalxmaqallı. Çox Mən də qarını qalxlıyam. çox gözəl. Siz Qarino qalxlı. hə, çox gözəl. Siz də Yunusulu. İlsuludur. İlsunun hansı tərəfindənsiniz? Göbeğinden, Bucağı mahallede. Bucağı məhəllədən. Oy, hə, mənim anamın qohumlarıdır. O ağlağın, benim babam tikip. Bəs o bulağın başında mən o qədər oynamışam ki. Sen onun için ben seni- Bəli, mən orada böyümüşəm, qonaq gəlmişəm nənəmlə. Sonra hamam var, ocaq hamam. Oradan da ora gedib. Rauf müəllimlə Abdullah müəllim mən anamla bir oğul dayı qızım vəfat elədi. Qohum, siz də qohum olursunuz, değil mi? Qohum oluyor kanka. En yakın qohum yakın. Ya qız verib qız almısınız da belə götürün. Ən yaxını Ömərdir. En yakın sana, en yakın Ömər qohum. olsa bax. Fəzilənin qızı. Hə, lap Abdullah yaxşı. müəllimin yolu. Fəzilə bizim həm dayı tərəf qohumuq, həm də Fəzilə xalq tərəf qohumuq. Kazbanlı oğlu. Bəli, bəli. Seni Bəli, mən iki tərəfli qohumuq. Mən gedim görüm. Siz də qalxın özündə burdansınız. Bayaq dediniz deyəsən, hə? Özündən siz də. İlsudan. Hə, eşq olsun bütün İlsullara, qaxlılara. O sözlə gələn Elxan var. Senden Mustafa Elxan. Hə. Tanıyırsan da. İndi sözlə Hə, bildim, bildim. Onların sinif yoldaşı olur. Əskərə bir yerdə getmişik. Nə bilim. Yaxın adam olur. Çox gözəl. Baxın, əziz dostlarım, nə gözəl ağacın. Bu cök ağacıdır da. Bu da bir tarixdir. Qoyuram, sizin kötücələr baxar sizə. Allah ömür versin, kötücə də görəsiniz. Sağ olun. Bəli. O gələn də Teymə Dağıldandır. Bax. o Hansı da. gələn? Bax, bəxt gəldi, gətirdi. Salam əleykum, çəkiliş edirik. Buyurun. Əyləşin. Siz də özünüzü təqdim eləyin. Adınız, soyadınız? Adam Zahid familiyamda Hacıyev. Hacıyev, çox gözəl. Neçə yaşınız var? 74. Allah ömür versin. Haralarda çalışmısınız? Mən ekskavatorçu olmuşam. 45 il işləyib, axırda pensiya çıxmışam. Bir söz deyim, bir vaxt o köhnə vağzalda ekskavatordur, nədir, bir maşınmı? Bir mən yardım yığırdım bir uşaq üçün burada. Xəstə bir uşaq var idi, apardım, spes çəkmişdi. O uşağa kömək elədim. Mən küçələrə düşdüm, 3 gün əl açdım, mən yardım yığdım, qaxılar verdi o uşaq üçün. Siz onda kimsə, həmin o ekskavator sürən kişi 50 manat verəndə dedim ki, qardaşım, sən bu qədər pul qazanmırsan axı, niyə bu qədər verirsən? Cəmaat 1 manat verir, 5 manat verir. Dedi ki, mən ürəkdən verirəm, mənim halal zəhmətimdir. Sənə halal olsun, apar ver uşağa. Bəlkə birdən çaşıb deyirəm, həmin insan olarsınız. Bu adam kim olmuş olar, siz tanıyırsınız da bəlkə də. Adam bəlkə olsa, ekskavator orada yaşayır. Yox, köhnə vağzalımız var bizim ev orada. Orada, bu tərəfdə çayxanada çay içir. Ola bilsin ki, dedi ki, çox mən ürəkdən dedim, bəs yoldaşınıza nə qazanırsınız ki, siz o pulu verirsiniz o qədər? Yumru kökü olan mıdır? Yadımda qalmayıbdı, yağışlı günüydü ona görə. Allahın salamı olsun hamıya, həmin insana da Allahın salamı olsun. Eğer hut Salam atam. Siz özünüzü təqdim edin, əyləşin. Təsadüfdür. Adınızı, soyadınızı deyin. Abdullayev Ramiz,
Adşirli oldu. Nə gözəl. Qaxda doğulmusan burada. Qaxda. Qaxlısınız. Qax Çox. rayonunun Qaxmalı kəndi. Neçə yaşınız var? Neçə yaşın var? 37 yaş. Allah saxlasın. 81. Allah ömür versin. Sağlam ömür versindən belə də. Sizdən bir yer. Haralarda çalışmısınız? Mən Heydər Əliyev prospekti 78, mənzil 8-də yaşayıram. Yox, Yox, harda işləmisiniz deyirəm. Rabitədə 52 il. Hə, çox gözəl. Texniki rabitədə. Hə, çox gözəl. Rabitə işçilərinə salam deyirik buradan. İnşallah. Hə, sağ olun, salamat olun sizdə. Gəlirəm sizi çəkməyə. Gözəl insanlar, məni dəvət eləmisiniz çay süfrəsinə. Sağ olun, var olun. İndi siz bu qədər hörmət edirsiniz. Necə deyim, məni aparasınız kəndimizə, Çüdürlüyə. Təmənnasız Camal müəllim göndərib. Buradan da Camal müəllimi salamlayıram. Allah can sağ uzun ömür versin sizlə bərabər. Özünüzü təqdim edin. Mustafa Velhan Bayramoğlu. Çox gözəl. Neçə yaşınız var? 79, 80 Allah sağlam ömür versin. Haralarda çalışmısınız? Çok konserve zavod, imkantora, şəfa pansionatı, axırıncı su səfi. Hə, çox gözəl. Siz? Mən Şərma Oruc Əlimoğlu. Bu da yaşıllıqda işləyirəm də, bağban işləyirəm hazırda. Çox gözəl. Siz təbiətə gözəllik verib insanlara zövq verirsiniz. Əvvəl az petrolda işləmişəm, sonra 10 il Yaşıl Parkda işləmişəm, İlsuda. Sonra gəlmişəm bura. Yəni hazırda bir 10 ildir burada işləyirəm. Çox gözəl. Mən də razıyam. Hələ ki, Allaha şükür, qalan ayıqdır. Allah ömür versin, sağlam can versin, yaşayın, 100 illiyinizi keçirin, xoşbəxt olun, dünyaya sürət olsun, əmin-amanlıq olsun. Ömrüm qalıbdı pensiya çıxma, 62 yaşım var. 62-ci yaşdayım mənə. Bəli, bir 4-5 il olar ki, biz sizlə zəngləşirik. Belə gəlib parkda görmüşdüm. Salamlaşırıq, WhatsApplaşırıq, bayramlaşırıq. Mən borc bildim ki, gəlim sizlə görüşüm. Bu görüş də çox gözəl keçdi, yəni maraqlı keçdi. Burada olan insanları da çəkdim sizin sayənizdə. Təşəkkür edirəm hər birinin adından. Allah hamımıza xoşbəxtlik versin. Sağlam yaşayaq, gümrah yaşayaq. Dünyamıza sülh olsun, əmin-amanlıq olsun, müharibələr olmasın. Azərbaycanımızda Allah qorusun, millətimizlə, dövlətimizlə, xalqımızdan bərabər. Əziz dostlar, gözəl çay süfrəsində əyləşmişəm. Çox gözəl bir görüşdü bugünkü gün. Allah hamıya can sağlığı, uzun ömür, xoşbəxtlik versin. Mən sadə insanları çox sevən bir insanam, şairə olsam da belə. Yəni, qəlblərə sığmayan insanam. Əsas odur ki, insanlıq olsun insanlarda. Ürəyi təmiz olsun, millətinə, xalqına bağlı olsun, vətəni sevən olsun. Bizim vətən deyəndə mənim yadıma şəhidlərimiz düşür. Şəhidlərimizin məkanı cənnət olsun, qazilərimizin canı sağ olsun. Ali baş komandanımız var olsun ki, Qarabağ aldı. Buradan da əskər oğullara, hərbiçilərimizə salam deyirəm. Sağ-salamat gəlsin bütün əskərlərimiz. Dünyada sülh olsun, əmin-amanlıq olsun. Təşəkkür edirəm siz də çəkdiyiniz üçün, gözəl. Davamlı çəkirəm, gözəl çay süfrəsində oturduq. Təşəkkür edirəm, çay təklif elədiniz, gəldim, içdim sizə. Siz harada oxudunuz dediniz? Zaqatala Polytexnik Texnikumunda. Oxudunuz, sonra təyinatınızı ara Dağ ver. kəşfiyyatı ixtisası üzrə təyinatı Arxangelskə vermişlər. Daha getməyə qoymadı. Ondan sonra da diplom da elə batdı qaldı. Mən heç diplomu əlimə götürməmişəm. Bağbanlığa başladım. Çamadanda durur mənim diplom. Siz haran oxumuşdunuz ki? Politexnikin texnikumu. Ay dedəm ki, Zıxtaldı ha. Nə üzrə? Avtomobil istismarı. heç işləmədiniz. Ne istemedim. İstəməyib oxuyurdunuz, necə girmişdiniz? Yok oraya girip okudum ama işlemeyi istemedim. Maşın elverişliydi. Hə, dolanmaq üçün maşın Maşın əldir. elverişliydi. Maşını öyrənmişdim. 5 mərtəbədə ofistel var idi. 5-ci mərtəbədə qalıydım. 508-ci otaqda. Onun 2 mərtəbəsi sinif